Kız düz değilmiş ha. Hamiledir. Ne almaz xala. İndi buna ne ad qoyaq? Yenə deyəcəksiniz ki, boşanmasınlar. Nə istəyirsiniz eləyin. Amma Fəridəni narahat eləməyin. Hə, uzaq dur qızdan. Neylədim ben? Yedim onu. Ömür boyu bacı kardeşle böyle oldunuz mənə qarşı. Heç də özünüz için bilələdim. Ay, nə deyirsən? Ben bilirəm ki, sən mənə almadırsan. Mələk sağdı. Bəs deyirsən məsələ bağlandı. Biz də evlənmişik də, Lara. Düz də evliyik, amma sən özünü evli kimi aparmırsan. Arzu zəng elədim ki, səsini eşidim. Məncə ailənlə məşğul olsan daha yaxşı olar. Ben Tahir'e övlad verə bilmədim. O kız verəcəm. Ne oldu mama? Getdiniz ne oldu ha? Biz orada olanda Zarla Fərdə də gəldilər. Anar deyib, 100%. Öldürəcəm onu. Salam. Kız uşağı dünyaya getirip Tahir'le Fəridə versə, bunda da məsələlər həll olunacaq. Sən işe getmirsən bu günlər. Mahirlə getməliydim. Belə danışmışıq ki, bir yerdə gedib. Bilmirəm səhər tezdən nə oldu, nə olmadı. Tez tələsik çıxıb gedib. Dur keç hazırlaş gedək. Qəşəng səhər yeməyi yeyək. Xəyanət 19 noyabr saat 22-də Xəzərdə.